Salam, hörmətli abituriyentlər, hörmətli müdavimlər. Yeni dərs izah videosu ilə qarşınızdayım. Bugünkü dərsimizdə biz Girdiman dövlətindən, Cavanşirdən, Mehranilər sülaləsinin hakimiyyətindən, və eyni zamanda ərəblərin Azərbaycana yürüşlərindən, Albaniyanın ərəblərin təsiri altına düşməsindən söhbət açacağıq. Həmişəki kimi dərs izahına başlamazdan əvvəl qeyd dəftərləriniz və qələmləriniz yanınızda olsun. Biz deməli sizinlə dərs izah videosuna başlayırıq. Mehranilər deməli Sabir türklərinə məxsus tayfalardan olmuşlar. Onlar İrandan Albaniyanın Girdiman vilayətinə gəlmişlər. Burada Mehrivan qalasını saldırmışdılar. Sonraki dövrlərdə Mehranilərin hakimiyyəti bütün Albaniyanı əhatə eləmişdi və Bərdə şəhərdə bunların yenidən paytaxtı olmuşdu. Mehranilər 630-cu ildən etibarən Albaniyanın böyük knyazları kimi fəaliyyət göstərirdilər. Deməli, 7-ci əsrin əvvəllərində Albaniyada uzun müddətli mərzbanlıq dövrü zamanı Albaniya Sasani Bizans və sonraki dövrlərdə də Sasani ərəb müharibələrinin belə deyək, təsirinə məruz qalmışdır. 624-628-ci illərdə Albaniyada deməli Sasani Bizans müharibələri gedirdi. Yəni Albaniya ərazisi Sasanilərin və Bizansın apardığı müharibənin döyüş meydanına çevrilmişdi. Yəni müharibələrin böyük ağırlığı Albaniya torpaqlarının üzərində idi. Bu dövrdə deyirik ki, Albaniya hələ də Sasani mərzbanları tərəfindən idarə edilirdi. Biz keçən dərsimizdə bu barədə danışdıq. 510-cu ildən etibarən Albaniyada Sasanilərin uzun müddətli mərzbanlıq dövrü başlamışdı. Həmin vaxtı Girdimanın hakimi Varaz Qriqori idi. O Mehranilər sülaləsindən idi. O özünü Bizans imperatoru İraklinin vassalı elan etmişdi. Yəni bunlar belə deyək, Bizansa daha yaxın bilirdilər özlərini. Lakin 629-cu ildə Bizansla Sasanilər arasında bağlanmış sülh müqaviləsinin şərtlərinə görə Albaniya Sasanilərin təsir dairəsində qaldı. Bu oxşarlıqdır nə ilə? 487-ci ildəki sülh müqaviləsi ilə. Albaniya Sasanilərin təsiri altında qalır. Oxşarlıqdır 487-ci sülh müqaviləsi ilə. Lakin bu ərazilər deməli deyirik ki, Alban ərazisi Sasanilərdə qalsa da faktiki olaraq bu ərazilər 629-630-cu illərdə Xəzərlərin hakimiyyəti altında idi. Çünki 629-630-cu illərdə Xəzərlər Albaniyanı işğal etmişdilər. Lakin Xəzər xaqanlığının daxilindəki qarşıdurmalar nəticəsində Xəzərlər zəifləmişdi və Albaniyada Xəzərlərin ağalığına son qoymuşdu. Yəni, baxın, burada biraz diqqətli olmaq lazımdır. 624-28-ci illərdə Sasanilərlə Bizans arasında müharibə gedir. Bağlanmış sülh müqaviləsinin şərtinə görə Albaniya Sasanilərin təsir dairəsində qalır. Lakin 629-cu ildə Xəzərlər Albaniyanı işğal edirlər və bu işğal 1 il davam edir, 630-cu ilə qədər. Deməli, ölkəmizin bu zaman müstəqilləşməsinə Bizansla Sasanilərin apardığı müharibə kömək etmişdi. Yəni, Sasanilər zəifləmişdi. Nəticədə Albaniya ərazisi yenidən müstəqil siyasət yeritməyə başlayırdı. Alban taxt-tacı keçmişdi Varaz Qriqorun əlinə. Yəni, Mehranilər sülaləsinin əlinə 630-642-ci illərdə olub hakimiyyət illəri. Bununla da Azərbaycanda Sasanilərin uzun müddətli mərzbanlıq dövrü başa çatır. Albaniya keçir Mehranilər sülaləsinin hakimiyyəti altına və həmin vaxt Azərbaycana ərəblərin yürüşləri başlayır. Ərəb dövləti Ərəbistan yarımadasında meydana gəlmişdi və az sonra onlar Sasanilərlə və Bizansla müharibəyə başlamışdılar. Xəlifə Əbubəkrin hakimiyyəti dövründə 632-634-cü illərdə olub Xəlifə Əbubəkir hakimiyyətdə qeyd edə bilərsiniz siz. 633-cü ildə ərəb qoşunları İraq və Şam ərazisinə daxil olurlar. Şam hal-hazırda Suriyanın paytaxtıdır. Deməli, ilk xəlifələrin dövründə yürüşlərin məqsədi nə idi? Yürüşlərin məqsədi təbii ki, yeni əraziləri ələ keçirmək və eyni zamanda İslam dinini yaymaq idi. Kafirləri, yəni İslam dininə inanmayan atəşpərəstləri, zərdüştləri gerçək, düzgün yola gətirmək idi. Yəni İslamı ümumdünya dininə çevirmək məqsədi ilə ilk ərəb yürüşləri həyata keçirilib ilk xəlifələrin dövründə. İlk xəlifələr dedikdə Raşidi xəlifələr nəzərdə tutulur.
Əbu Bəkir, Ömər, Osman və İmam Əli nəzərdə tutulur. İlk 4 xəlifə. Bundan sonra hakimiyyətə gəlir Əməvilər sülaləsi, sonrası Abbasilər sülaləsi ki, biz bunu ümumi tarix dərslərimizdə ətraflı şəkildə keçmişik. 7-ci əsrin 30-40-cı illərində, yəni 630-640-cı illərdə Azərbaycan xilafət ordusu ilə ilk dəfə açıq döyüşdə üzləşməli olur. Bu hadisələr necə baş verir? Ərəblərlə Sasanilər müharibə eləməyə başlayır və təbii ki, Albaniyada Sasanilərdən asılı vəziyyətdə idi və nəticədə Varaz Qriqor öz oğlu Cavanşiri Sasanilərin köməyinə göndərir. 636-cı ildə Sasanilərlə ərəblər arasında Kadisiyyə döyüşü baş verir və bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Cavanşir hətta Sasani şahı 3-cü Yezdigi tərəfindən mükafatlandırılır. Lakin düzdür, Cavanşir mükafatlandırılıb, amma bu döyüşdə Sasanilər məğlub olublar. Cavanşir göstərdiyi igidliyə görə mükafatlandırılıb, amma ümumən ərəblər Kadisiyyə döyüşündə Sasanilərə qalib gəliblər. Bundan sonra 637-ci ildə Alban sərkərdəsi Cavanşir, yəni Varaz Qriqorun oğlu 6 ay Sasanilərin ərəblər tərəfindən mühasirəyə alınmış paytaxtı Ktesifonun müdafiəsində iştirak edib. Deyirik ki, ərəblər Ktesifona Mədain adını vermişlər. Bura Mədain adlanırdı. Biz bunu keçən dərsimizdə demişik. Keçən dərs izah videomuza baxıb daha ətraflı məlumat əldə edə bilərsiniz. Deməli, Cavanşir başa düşür ki, Ktesifon artıq ərəblər tərəfindən tutulacaq və Sasani dövləti də artıq bununla da dağılma prosesinə gedəcək. Ərəblər Sasaniləri məğlub eləyəcəklər. Bunu başa düşən Cavanşir qayıdır vətənə. Hələ Varaz Qriqorun sağlığında, atasının sağlığında o Albaniyanın ilk böyük işxanı olur. Yəni Albaniyada rəhbərlik eləyən şəxslərdən biri olur. Moysey Kalankatlı'nın fikrincə İran müharibələrindən qələbə ilə qayıdan Cavanşir hökmdarın sərəncamı ilə Albaniyanın bütün işlərinə rəhbərlik eləyirdi. O, həmin vaxt ölkəyə hücum edən Sasani feodallarına qarşı da mübarizə aparmışdır. Ərəblər isə hücumlarını davam etdirirlər. 639-cu ildə ərəb qoşunları Qəzvini tuturlar və bununla da Cənubi Azərbaycanın digər bölgələrinin də işğalına başlayırlar. 642-ci ildə isə Nəhavənd və Həmədan şəhərləri ərəblər tərəfindən ələ keçirilir və bununla da Sasani dövlətinin Xəzər sahili vilayətlərinə, eyni zamanda Azərbaycana hücum etmək imkanı yaradır. Gəlin xəritə üzərində biz buna baxaq. Deməli, Qəzvin baxın buradır. Qəzvin ərazisi tarixi Azərbaycan torpaqları ərazisinə daxil edilmir. Əsasən daxil edilmir. Bəzən bu xəritə Qəzvinə qədər uzanır. Deməli, Qəzvin ərazisində baş verir döyüş 639-cu ildə və bu döyüşdə ərəblər qalib gəlirlər. Qəzvinin ardınca isə deməli Həmədan və Nəhavənd döyüşləri baş verir ki, bu da təxminən baxın bu ərazidə baş vermiş döyüşdür. Bu ərazinin ələ keçirilməsindən sonra isə baxın Azərbaycanın içlərinə doğru və Xəzər sahili vilayətlərə doğru yol açılmış olur. Və bununla da artıq ərəblər Azərbaycanın işğalına başlayırlar. Bu döyüşlərin ardınca ərəblər artıq Azərbaycan torpaqlarına soxulurlar. 643-cü ildə Ərdəbil yaxınlığında Cərmidan dağı yanında döyüş baş verir və ərəblər Sasanilərin Azərbaycandakı mərzbanı olan İsfəndiyar İbn Fərruxsu adlanan döyüşdə qalib gəlirlər. Nəticədə ərəblərin qələbəsindən sonra İsfəndiyar ərəblərlə sülh müqaviləsi bağlamalı olur. Ərdəbil ərazisi isə baxın burada göstərilib. Cərmidan dağı yaxınlığındakı döyüş də burada deməli şərti işarə ilə işarələndirilib. Ərdəbil ərazisi buradır. Xəritədə yadda saxlamaq üçün Xəzər dənizindən sol tərəfdə, Xəzər dənizi sahilində deyil. Baxın, bir neçə il bundan əvvəl də səhvləmirəmsə keçən il bununla bağlı bir problem yaranmışdı dimin imtahanında. Ərdəbil Xəzər sahilində yerləşmir. Bunu yadda saxlamaq lazımdır. Deməli, İsfəndiyarla ərəblər arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan əhalisi, yeri gəlmişkən burada Azərbaycan ərazisi dedikdə hara nəzərdə tutulur? Tarixi Azərbaycan torpağının cənub hissəsi nəzərdə tutulur. Çünki ərəblər bura Azərbaycan deyirdilər. Müasir Azərbaycan ərazisini isə Arran deyirdilər. Kürdən yuxarı hissə isə bəzən Şirvan da adlanırdı. Baxın, bu ərazi xəritədə göstərəsi olsaq, bu ərazi, buradan yuxarıdakı ərazi adlanırdı Arran. Hətta Tiflis ərazisi də Arran ərazisi kimi adlandırılırdı. Arat çayından aşağıda yerləşən ərazi isə, baxın bu çaydan aşağıda yerləşən ərazi isə, yəni bu hissə adlanırdı
Azərbaycan. Yəni bu müqavilədə 643-cü ildə imzalanmış müqavilədə Azərbaycan dedikdə baxın bu ərazi nəzərdə tutulur. Yuxarıda isə baxın bura Arran yazılıb. Kürün yuxarı hissəsi isə Şirvan adlanırdı. Eyni zamanda bura bütövlükdə də Arran adlanırdı. Deməli, bu müqaviləyə görə Azərbaycan əhalisi imkanları daxilində can vergisi, cizyə ödəməli idi. Baxın, biz buradan öyrənirik ki, ərəblər dövründə can vergisi cizyə adlanırdı. Sasanilər dövründə oxşar vergi adlanırdı gezit. Qadınlar, uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan ağır xəstələr, eyni zamanda dünya malından heç nə olmayan zahidlər bu vergidən azad olunurdu. Zahid deyəndə burada deməli din xadimləri nəzərdə tutulur. Bunlar vergilərdən, can vergisindən azad edilirdi. Nə ilə oxşardı bu? Sasani şahı Xosrov Bənişiravanın islahatı ilə. Xosrov Bənişiravanın islahatında da qadınlar, uşaqlar, xəstələr, qocalar can vergisindən azad idilər. Ərəblər Azərbaycanın bütün əhalisinə, onun düzlərində, dağlarında, ucqar sərhəd bölgələrində yaşayanlara, yəni bütöv Azərbaycanda yaşayanlara, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman verməyi öz öhdəsinə götürürdülər. Lakin 644-645-ci illərdə Azərbaycan əhalisi ərəblərə qarşı üsyan qaldırır. Həmin vaxt xəlifə Osman idi. Xəlifə Osmanın göndərdiyi qoşun Azərbaycanın cənub hissəsini özünə tabe eləyir və yenidən bu müqavilə bərpa edilir. Ümumiyyətlə Cərmidan döyüşündən sonra ərəblərin şimala, Albaniyaya yolu açılır. Qafqaz ərazisinə yol açılır. Baxın, bu xəritəni buradan təmizləyəsi olsaq, baxın, Ərdəbil döyüşündən sonra Albaniya ərazisinə artıq yol açılmış olur. Onların əsas istiqaməti isə Xəzər sahilindəki istiqamət. Baxın, bu istiqamətlə onlar gəlib Babül-Əvvab adlandırdıqları Dərbəndə gəlib çıxa bilərdilər. Babül-Əvvab qapılar qapısı deməkdir. Onlar Dərbəndi qapılar qapısı adlandırırdılar. Babül-Əvvab adlandırırdılar. Onlar Dərbəndin üzərinə hücum edirlər və 643-cü ildə Şirvan və Dərbənd hakimi, eyni zamanda Sasanilərin şimal sərhədlərinin mərzbanı olan Şəhriyar başa düşür ki, ərəblərə qarşı mübarizə yersizdir, mənasız qırğındır bu və ərəblərlə danışığa girir. Şəhriyarla bağlanan müqavilənin şərtlərinə görə məhz Dərbənd keçidinin müdafiəsində dayanan yerli sakinlər xilafət ordusunda xidmət etdiklərinə görə cizyə vergisindən azad edilməli idilər. Amma təbii ki, ərəblərə də tabe olurdular. 644-cü ildə Muğan əhalisi ilə də müqavilə bağlanır. Bu müqaviləyə görə Muğan əhalisi ərəblərin hakimiyyətini qəbul edir. Təbəri öz kitabında, Tarixi Təbəri adında onun kitabı var. Kitabında müqavilənin şərtləri haqqında məlumat verir. Bu müqavilənin şərtlərinə görə qayda belə idi ki, gərək hər bir həddi buluğa çatan şəxs 1 dinar və ya onun dəyərində cizyə ödəməli idi. Müsəlmana qarşı səmimi olmalı idi. Müsəlman onlara yol göstərməli idi. Onları evində saxlamalı idi. Və eyni zamanda əgər onlar müqaviləni pozsaydılar, onlara aman verilməyəcəkdi. Yəni onlar öldürüləcəkdilər. Ərəblər Muğanda yerli əhalinin güclü müqaviməti ilə ümumiyyətlə üzləşiblər və 3 il davam edən mübarizədən sonra Muğanı ələ keçiriblər. Dərbənddən sonra isə dayanmır ərəb ordusu və Dərbənddən də şimala gedirlər. Biz bilirik ki, Dərbənddən şimalda, baxın xəritə olaraq göstərsək, bu ərazidən yuxarıda, burada da yazılıb Bələncər, burada Xəzər dövləti yerləşirdi. Həmin o, Albaniyada 629-630-cu illərdə öz əsarəti altında saxlayan Xəzər dövləti yerləşirdi və deməli 643-cü il, 644-cü illərdə bura ərəblər yürüş edirlər. Lakin Bələncər yaxınlığındakı döyüşdə, 1-ci Bələncər döyüşündə onlar Xəzərlərə məğlub olurlar və geri qayıtmalı olurlar. Deməli, bu yürüş nəticəsində ümumiyyətlə ərəblər tarixi Azərbaycan ərazisinin cənubunu, Xəzərin qərb sahillərini, Dərbəndə qədər olan hissəni tuta bilirlər. 644-cü ildən etibarən artıq Tiflis də xilafətin tərkibinə daxil olur və müsəlmanların tabeliyinə keçir. Yəni, bütün Azərbaycan ərazisi Tiflisdən üzü aşağıya qədər, Zəncana qədər bütün Azərbaycan ərazisi keçir ərəblərin deməli tərkibinə. Ərəblər Dərbəndə qədər olan torpaqları tutduqdan sonra yenidən deməli yürüş edirlər Xəzərlər üzərinə. 653-cü ildə
Bələncər yaxınlığında ikinci döyüş baş verir. İkinci Bələncər döyüşüdür bu. Baxın, birinci Bələncər döyüşü 643, ikinci Bələncər döyüşü 653-cü ildə baş verir. Və onlar yenə də Xəzərlərə məğlub olurlar. Düzdür, Azərbaycan əhalisi 10 ildən çox müqavimət göstərir, lakin Azərbaycanın şimal hissəsi də yenə də ərəb xilafətindən asılı vəziyyətdə olur. Ərəblər Azərbaycanı tabe edirlər, amma ilk illər yalnız vergilərin alınması ilə kifayətlənirdilər. Ölkənin daxili həyatına elə də çox müdaxilə eləmirdilər. Beləliklə biz nə öyrəndik? İlk ərəb hücumlarından sonra Azərbaycanın cənubu keçmiş Atropaten ərazisi Adrubadaqan bilavasitə xilafətin tərkibinə daxil olur. Daha sonra ölkənin şimalı, yəni Albaniya daxili müstəqilliyini qoruyub saxlasa da xilafətdən asılı vəziyyətə düşür. Nə deyirik? Deyirik ki, onlar yalnız buradan vergilər almaqla kifayətlənirdilər. Yəni daxili müstəqillik Albanlarda qorunub saxlanır. Ərəblər niyə bu qədər uğur əldə edirlər? Çünki ərəblər istər yeni torpaqları tutmaqda, istərsə də yeni bu İslam dinini yaymaqda silahdan daha çox İslamın gözəlliklərindən istifadə edirdilər. İslamın yayıldığı ilk dövrlərdə müsəlmanlar tutduqları torpaqların sakinlərinə kifayət qədər xoş münasibət göstərirdilər. Yəni buradakı əhaliyə zülm eləmirdilər. Və bu xüsusiyyətlər demək olar ki, digər bütün işğalçılardan xeyli fərqlənirdi. Yəni qalan tarixin dövrlərində olan heç bir işğalda bu qədər xoş münasibət olmamışdı. Uzun sürən müharibələrdən sonra Bizans və Sasanilər zəifləmişdi, buranı müdafiə edə bilmirdilər. Nəticədə ərəblər bu əraziləri ələ keçirdilər. Ərəblərin isə İslam dininin qaydalarına deməli sadiq yanaşmaları yerli əhalinin az müqavimət göstərməsinə səbəb olurdu. 642-ci ildə Varaz Qriqor hakimiyyətdən gedir. Hakimiyyətə gəlir Cavanşir 642-681-ci illərdə hakimiyyətdə olub. Alban dövlətinə başçılıq edib bu illərdə. Onun dövründə Bizansla münasibətlər necə olub? Ərəblərin Sasani dövlətini məhv etməsindən sonra 651-ci ildə yeri gəlmişkən Sasanilər dövləti süquta uğratılır. Cavanşir Bizansla münasibətləri yaxşılaşdırmağa çalışır. Onsuz da bunların Bizansa rəğbətləri var idi. O özlərinin Bizans imperatorunun vassalı elan eləmişdilər vaxtilə də. 654-cü ildə Cavanşir Bizans imperatoru 2-ci Konstantin ilə görüşür və ondan padşahlıq xələti, eyni zamanda İsa'nın həyat verici xaçının bir parçasını alır. Eyni zamanda onlar razılığa gəlirlər ki, onlar xilafətə qarşı birlikdə mübarizə aparacaqlar. Lakin Bizans imperatoru öz öhdəliyini sonadək yerinə yetirmir. Nəticədə deməli Bizansla Albaniya arasında ki, bu müttəfiqlik əlaqələri pozulmuş olur. Yəni pozulmasının səbəbi nədir? Bizansın öz öhdəliklərini yerinə yetirməməsi. Bu dövrdə Xəzərlərlə münasibət nə vəziyyətdə idi? Xəzərlər Azərbaycana vaxtaşırı yürüşlər edirdilər. Baxın 629-630-cu illərdə Albanları tabe eləmişdilər. 662-ci ildə yenidən Azərbaycan ərazisinə yürüş edirlər və Kür çayına qədər irəliləyirlər. Lakin Kür döyüşündə Cavanşir Albaniyaya hücum etmiş Xəzərləri məğlubiyyətə uğradır. Baxın, Kür döyüşü bu tarixdə keçirmiş ikinci Kür döyüşüdür. Birinci Kür döyüşü eramızdan əvvəl 66-cı ildə baş vermişdi. Pompeyin yürüşü zamanı. Bu isə tarixdə keçirmiş ikinci Kür döyüşüdür. Və nəticədə bu döyüşdə Cavanşir qalib gəlib. 644-665-ci ildə, yəni bu yürüşdən 3 il sonra Xəzərlər yenidən yürüş edirlər və bu dəfə Arat çayına qədər irəliləyirlər, daha çox irəliləyirlər. Kür çayını keçirlər, Arat çayına qədər irəliləyirlər və bu deməli irəliləyişdən sonra Cavanşir Xəzər xaqanı ilə sülh bağlayır. Eyni zamanda burada Cavanşir nikah diplomatiyasından istifadə edir. Xəzər xaqanının qızı ilə evlənir. Nəticədə Xəzərlər bütün əsirləri və aldıqları qəniməti geri qaytarırlar. Bununla da Xəzərlərin hücumlarının arası kəsilir. Yəni Cavanşirin atdığı bax bu diplomatik addım, nikah diplomatiyası Xəzərlərin hücumlarını dayandırır. Cavanşir düzdür, Xəzərlərdən vassallığı qəbul edir, onlarla sülh müqaviləsi bağlayır. Baxın 665-ci ildə Xəzərlərlə sülh müqaviləsi bağlanır. Bu müqavilənin sayəsində Xəzərlər artıq Alban torpaqlarına yürüş eləmirlər. Ərəb xilafəti isə deməli yürüşləri gələcəkdə də davam elətdirəcək. Ərəb xilafətində 661-ci ildə hakimiyyət dəyişikliyi baş verir. Raşidi xəlifələr gedir, yerinə Əməvilər sülaləsi gəlir hakimiyyətə. 661-ci ildən 750-ci ilə qədər Əməvilər hakimiyyətdə olublar. Qıraqdan yazaq, ümumi tarixdə onsuz da biz bunu ətraflı formada söhbət edəcəyik.
Onlar deməli hakimiyyətə gəldikdən sonra Bizans imperatoru da öz öhdəliklərini yerinə yetirmir deyə Cavanşir Bizansdan uzaqlaşır və xilafətlə münasibətləri nizama salmağa çalışır. Bu məqsədlə 667-670-ci illərdə Cavanşir 2 dəfə xilafətin paytaxtı olan, həmin vaxtki paytaxtı olan Dəməşq şəhərinə, yəni Şam şəhərinə gedir və orada dövrün xəlifəsi Lənətullah Müaviyyə ilə görüşür və bu görüş nəticəsində deməli Albaniya deməli xilafətə tabe olan dövlət elan edilir. Cavanşir ölkənin daxili müstəqilliyini qoruyub saxlaya bilir. Eyni zamanda xilafət xəzinəsinə verilən xərac 1/3 qədər azaldılır. Bu xərac deyildikdə məhsul vergisi nəzərdə tutulur. Ərəblər dövründə alınan məhsul vergisi deməli xərac idi. Sasanilər dövründə isə bu xaraq adlanırdı. Xəlifə nəyə görə güzəştə gedir? Bu güzəştlərə gedir. Çünki Albaniyanın strateji coğrafi mövqeyi çox yaxşı idi. Zəngin sərvətlərə malik idi. Eyni zamanda Alban hökmdarı Cavanşirin də şəxsi nüfuzu var idi. Bu dövrdə Cavanşir ağıllı və uzaqgörən deməli siyasət yeridir. O ölkəsini baxın, Sasanilərin hücumundan qorudu, Bizansın hücumundan qorudu, Xəzərlərin hücumlarından qorudu və eyni zamanda ərəblərin hücumlarından qorudu. Bu 4 böyük dövlətin hücumlarından qoruyaraq Cavanşir Albaniyanın daxili müstəqilliyini deməli qoruyub saxlamağa nail oldu. Eyni zamanda ölkə daxilində iqtisadiyyat yaxşılaşdı, sənətkarlıq, ticarət, mədəniyyət inkişaf elədi. Lakin xilafətlə bu formada yaxşı münasibətlərin saxlanması Bizanspərəst qüvvələrin xoşuna gəlmir. Yəni Cavanşirin baxın, əvvəlcə Bizansla yaxınlaşır, sonra xilafətlə yaxınlaşır. Xilafətlə yaxınlaşmaq Bizansın xoşuna gəlmədiyinə görə 681-ci ildə sui-qəsd nəticəsində Cavanşir öldürülür. Cavanşirin öldürülməsindən sonra Albaniya ərazisi bu 3 böyük dövlətin yuxarıdan deməli Xəzər xaqanlığı, cənubdan Ərəb xilafəti və qərbdən Bizansın arasında müharibə meydanına çevrilir. Alban taxtına bu vaxtda Cavanşirin qardaşı oğlu Varas Tirdat gətirilir. Ərəb xəlifəsi onu Alban padşahlığının hökmdarı elan eləyir. Lakin 705-ci ildə Varas Tirdat özü ərəblər tərəfindən aradan götürülür. Bundan sonra Albaniya artıq daxili müstəqilliyini itirir. Beləliklə eramızdan əvvəl 4-cü əsrin sonunda yaranmış olan Alban dövlətçiliyinə son qoyulmuş olur. Bugünkü dərsimizdə biz nəyi öyrəndik? Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsini 630-cu ildə və deməli 705-ci ilə qədər Mehranilərin Azərbaycandakı hakimiyyəti dövrünü öyrəndik. Bu dövr ərzində nələr baş verdi qısaca olaraq nəzər salası olsaq, deməli əvvəlcə 624-28-ci illərdə Bizansla Sasanilər arasında müharibə getdi. Bu müharibə nəticəsində bağlanmış sülh müqaviləsində 629-cu il sülh müqaviləsində bu ərazilər, Azərbaycan ərazisi Sasanilərin tərkibində qalmış oldu. Lakin 629-cu ildə Xəzərlər hücum edib buranı 1 il müddətinə işğal elədilər, tutdular. 630-cu ildə Xəzərlərin daxilindəki problemlərdən Xəzərlər zəiflədilər. Albaniya Xəzərlərin tərkibindən çıxdı və Mehranilər sülaləsi gəldi hakimiyyətə. 630-cu ildən etibarən Varaz Qriqor gəlir hakimiyyətə. Bundan sonra isə ərəblərlə Sasanilər arasında müharibə başlayır. 633-cü ildə İraq və Şam əraziləri ələ keçirilir ərəblər tərəfindən və bundan sonra ərəblər İslam dinini yaymaq üçün və yeni əraziləri ələ keçirmək üçün Sasanilərlə müharibəyə başlayırlar. Bu müharibədə Sasanilərə Albanlar kömək eləyir. Varaz Qriqor oğlu Cavanşiri Sasanilərin köməyinə göndərir. 636-cı ildə Kadisiya döyüşü baş verir. Cavanşir bu döyüşdə qəhrəmanlıq göstərir, amma Sasanilər məğlub olurlar. 637-ci ildə Ktesifonun müdafiəsində iştirak eləyir Cavanşir, lakin müdafiənin mənasız olduğunu görən Cavanşir geri qayıdır. Burada İşxan titulunu qəbul eləyir. Sasanilərin feodallarına qarşı mübarizə aparır. 639-cu ildə ərəblər Qəzvini ələ keçirirlər. Azərbaycan torpaqlarına irəliləyişləri isə 642-ci il Nəhavənd və Həmədanın tutulmasından sonra baş verir. 643-cü il Cərmidan döyüşü baş verir. İsfəndiyar ibn Fərruxzada qalib gəlirlər və sonra müqavilə imzalanır. Bundan sonra Şəhriyarnanda sülh müqaviləsi imzalanır. Deməli şimal Mərzbanı, Sasanilərin şimal Mərzbanı ilə Dərbənd hakimi kimi gedir, Şirvan və Dərbənd hakimi. Və bundan sonra Bələncər döyüşü baş verir 643, ikinci Bələncər döyüşü 653 ki, hər iki döyüşdə ərəblər Xəzərlərə məğlub olublar. Muğan əhalisi ilə 644-cü ildə sülh müqaviləsi imzalanır. 3 il müddətindən Muğan əhalisi deməli mübarizə aparsa da sonda tabe olmalı olurlar.
Azərbaycana deməli bu dövrdə Xəzərlər yürüş edir 662-665-ci illərdə. Cavanşirin nikah diplomatiyası sayəsində bu yürüşlərində deməli arası kəsilir. 654-cü ildə Cavanşir Bizans imperatoru ilə müqavilə imzalayır, lakin Bizans imperatoru öz öhdəliklərini yerinə yetirmir deyə Əməvilər sülaləsi ilə 667-670-ci illərdə 2 dəfə Cavanşir danışıqlar aparır, paytaxt Dəməşq şəhərinə gedir və danışıqlar nəticəsində vergilərin miqdarı 1/3 qədər azaldılır. Azərbaycan düşür deməli ərəblərdən asılı vəziyyətə. 681-ci ildə Cavanşirin ölümündən sonra Azərbaycan yenidən mübarizə meydanına çevrilir. 705-ci ildə Varaz Tirdatın öldürülməsi ilə Albaniya dövlətinin varlığına son qoyulmuş olur. Dərsimiz ümumi olaraq bundan ibarətdir. Bizim deməli onlayn qruplarımız mövcuddur. Yaza bilərsiniz, WhatsApp-la əlaqə saxlaya bilərsiniz. Bu videonun şərh bölməsinə yazıb əlaqə saxlaya bilərsiniz. Instagram-dan yazıb əlaqə saxlaya bilərsiniz. Eyni zamanda bizim kurs olaraq Azərbaycan dili, ədəbiyyat, ümumiyyətlə 3-cü qrup blok fənlərindən hazırlıqlarımız mövcuddur. Endirimli qiymətlə yazıb məlumat əldə edə bilərsiniz. Yeni dərs videolarında görüşmək diləyilə. Sağ olun.